Deməli, hal-hazırda dostlar, mən hardayam? Mən hardayam? İstanbulda, Zincirli Kuyu məzarlığında. Bura, yəni Azərbaycanın fəxri xiyabanı kimi bir məzarlıqdır. Dünyaca məşhur, bizim Şaban kimi tanıdığımız Kemal Sunalı ziyarət eləmək üçün gəlmişik. Allah qəni-qəni rəhmət eləsin. Həmişə bizim üzümüzdə təbəssüm yaradıb və Kemal Sunal heç vaxt ölmüyor. Həmişə ürəyimizdə, qəlbimizdə, ağlımızdadır. Ne zaman öldün? Vah vah. Ben çok iyi adamdım ya.